Kim qəlbinin saf olmasını istəyirsə, gərək Allahı öz şəhvətindən üstün tutsun. Yəni, insan qəlbini təmiz saxlamaq üçün öz nəfsani istəklərindən vaz keçərək Allahın razılığını hər şeydən öndə tutmalıdır. İbn Qayyim bildirir ki, nəfsani istəklərə bağlanmış bir qəlb, bağlandığı ölçüdə Allahdan pərdə arxasında qalar, ilahi nurdan məhrum olar. Əksinə, Allah sevgisi ilə dolu olan qəlb, Allahın yer üzərindəki bir qabı kimidir. Uca Allahın ən çox sevdiyi qəlblər, ən mülayim, imanda ən möhkəm və ən təmiz qəlblərdir. Belə qəlb dünya ləzzətlərinə əsir olmaz və yalnız Allahı arzulayar. Bundan əlavə, İbn Qayyim qeyd edir ki, günah istəklərinə qarşı dözümlü olub onlardan uzaq durmaq, sonradan həmin istəklərin fəsadlarına səbr etməkdən daha asandır. Şəhvətə uymağın axırı peşmanlıq, cəza və itki gətirdiyi üçün, əslində nəfsi cilovlamaq insanı böyük dərdlərdən qoruyur. Məsələn, haram bir ləzzət anlıq həzz versə də, ardınca daha böyük bir nemətdən məhrum olmaq, qəlbin istirabı, vicdan əzabı, nüfuzun zədələnməsi, ruhi narahatlıq kimi uzun müddətli acılar gətirə bilər. Demək, insan şəhvani arzularını tərk etməklə həm qəlbini qoruyur, həm də gələcək peşmanlıqlardan xilas olur. Nəticə, Əl-Fəvaid göstərir ki, qəlbin təmizlənməsi üçün insan Allahın məhəbbətini nəfsani həvəslərindən üstün tutmalıdır. Nəfsin istəklərini cilovlamaq qəlbdə Allahın nurunu artırır, onu günahların pasından təmizləyir və beləliklə insanı Allaha daha da yaxınlaşdırır. Əd-Dəvə nəfsin xəstəlikləri və müalicəsi, İbn Qayyimin xəstəlik və dərman əsəri günahların qəlbə təsirini və ondan qurtulma yollarını dərindən təhlil edir. Müəllif günahları qəlbin xəstəlikləri adlandırır və bildirir ki, qəlbin şəfası yalnız bu günahlardan əl çəkməkdədir. Yəni, nəfsin haram arzularına tabe olmaq qəlbi xəstələndirir, onu mənəvi qəflətə salır. Bu xəstəlikdən qurtulmağın yolu isə həmin istəkləri tərk edib tövbə etməklə qəlbi yenidən sağlam halına qaytarmaqdır. İbn Qayyim yazır ki, nəfsi istəklərini cilovlayan, günaha uymayan bir şəxsin qəlbi hələ bu dünyada ikən Allahın lütf və rəhmətini dada bilər. Yəni, o şəxs axirətdən əvvəl dünyada da qəlb rahatlığı və mənəvi zövq əldə edər. Bu, Allahın günahlardan vaz keçən qula bəxş etdiyi xüsusi bir mükafatdır. Bundan əlavə, əsərdə qeyd olunur ki, Allaha itaət insanı ona yaxınlaşdırır, günaha dalmaq isə Allahdan uzaqlaşdırır. Nəfsinə uyan insan Allahdan mənəvi uzaqlıq hiss edər, qəlbi qaranlıqlaşar. Əksinə, Allahın əmrlərinə boyun əyib nəfsini tərbiyə edən şəxsin qəlbində ilahi yaxınlığın sevinc və hüzuru hiss olunur. İbn Qayyim vurğulayır ki, ardıcıl günahlar qəlbi təbii paklıq halından çıxarıb zülmətə qərq edir. Bu, xəstənin sağlam bədən halından xəstə halına düşməsinə bənzədilir. Qəlbə dolan günah pası ancaq tövbə və zikr cilası ilə təmizlənə bilər. İnsan nəfsinin əsarətindən qurtulduqda, yəni günahı tərk etdikdə ruhən yüngülləşir və Allahla bağını yenidən quraraq qəlbən aram tapır. Nəticə, Əd-Dəvə əsərindən çıxan nəticə odur ki, nəfsin haram istəklərindən imtina etmək qəlbin yeganə şəfa yoludur. Nəfsinə qalib gələn insanın qəlbi saflaşır, Allahın yaxınlığını hiss edəcək dərəcədə nurani hala gəlir. Günahlara qarşı mübarizə aparmaqla insan həm qəlbini təmizləyir, həm də Allahın rizasını qazanıb ona yaxın olur. Mədaricus Salikin, nəfs mücadiləsi və qəlbin ali mərtəbəsi. İbn Qayyimin Mədaricus Salikin əsərində nəfsin istəklərinə qarşı mübarizənin mərtəbələri incə şəkildə təsvir edilir. O, inabə, yəni günahdan dönüb Allaha yönəlməlmə halını izah edərkən qeyd edir ki, qəlb həqiqətən Allaha yönəlmək istədikdə, artıq günahın ləzzətini düşünüb xəyallara dalmaqdan qurtular. Əksinə, o günahı xatırlayanda ürəyində bir ağrı və peşmanlıq duyar. Deməli, əgər insan hələ də əvvəlki günahını xatırlayanda ondan zövq alırsa, demək onun Allaha yönəlişi tam səmimi deyil. İbn Qayyim bildirir ki, tövbə edən birinin məqsədi elə bir mərhələyə çatmaqdır ki, artıq qəlbində günaha qarşı heç bir istək qalmasın. Əksinə, yalnız Allahı düşünməkdən həzz alsın. Müəllif burada iki halı müqayisə edir. Birinci hal, qəlbində hələ günah meyli hiss edən, lakin onu Allah xatirinə, Allah qorxusundan və sevgisindən ötəri tərk edib mübarizə aparan insan. İkinci hal, qəlbində günaha qarşı heç bir istək qalmayan, əksinə günahın fikri belə ona acı verən, qəlbi artıq tamamilə Allaha yönəlmiş, Allahın məhəbbət və zikrindən həzz alan insan. İbn Qayyim soruşur, bu iki haldan hansı daha yüksəkdir? O cavabında bildirir ki,
İkinci hal, yəni qəlbində nəfsani arzuları ölmüş, onun yerini Allah sevgisi və xatirəsi tutmuş insanın halı daha kamil və ucadır. Birinci haldakı şəxsin, yəni nəfsi ilə çarpışan müminin məqsədi də məhz özünü tərbiyə edib, ikinci halın mərtəbəsinə çatmaq olmalıdır. Belə insan hələ mücadilə mərhələsindədir. Lakin səbir və iradə ilə davam etsə, Allahın izni ilə qəlbindəki şəhvəti tam sönüb, Allah rizasına tam təslimiyyət yaranacaq. Nəticə, Mədaricus Salikin bizə göstərir ki, nəfsin istəklərinə qarşı ciharizə mömin üçün vacib bir mənəvi mərhələdir. Lakin ən ideal hal qəlbin elə saflaşmasıdır ki, artıq harama meyil qalmır, bütün ləzzətini Allahın yaxınlığından alır. Nəfsinə qarşı mübarizə aparan insan zamanla bu mərtəbəyə yüksələrək, qəlbində yalnız Allah sevgisi və itaəti bərqərar edə bilər. Bu da onu Allah dərgahında ən sevimli bəndələrdən edər. İqəsətul Ləhfan, şəhvətin tələləri və qəlbin xilas yolu, İqəsətul Ləhfan əsəri şeytanın insanı yoldan çıxarma üsullarını, xüsusən də şəhvət, nəfs istəkləri və şübhə fitnələrini təhlil edir. O izah edir ki, qəlblərə tuş gələn sınaqların ilki şəhvət, ikincisi şübhə sınağıdır. Şəhvət fitnəsi insanın niyyət və istəklərini pozur, onu günaha tərəf sürükləyir. Şübhə fitnəsi isə iman bilgisini zədələyir, haqqı görməyinə mane olur. İbn Qayyim xəbərdar edir ki, bir qəlb bu fitnələrə təslim olarsa, xüsusilə şəhvətlərə batarsa, süngər kimi onları canına çəkər və get-gedə qapqara, paslı bir hala düşər. Belə qəlb artıq haqqı nahaqdan seçə bilmir, yaxud etmək istəmir, hətta yaxşılığı görə bilər. Nəticədə şəhvətə qərq olmuş ürək, gözəl əməllərdən üz döndərib, nəfsinin hər vəsvəsinə qul olmağa başlayır. İbn Qayyim bunu qəlbin alt-üst olması adlandırır. Yəni fitnələrə uyan qəlb qəlbindən çıxır, artıq onda ilahi nur tərsinə çevrilir. Belə insan Allah Rəsulunun gətirdiyi rəhbərliyi deyil, öz həvəsini rəhbər tutaraq yaşayır. Bu isə qəlbin tamamilə əsir düşməsi, nəfsin buyruğuna tabe olması deməkdir ki, ən təhlükəli ruhani xəstəlik məhz budur. Bunun əksinə olaraq, İbn Qayyim həqiqi qəlb sağlamlığının nəfs istəklərini ilahi istəklə əvəz etmədə olduğunu söyləyir. O buyurur ki, qəlbin xəstəliyi onun öz yaradılış məqsədini yerinə yetirə bilməməsidir. Yəni, Allahı tanımaq, ona məhəbbət bəsləmək, onunla qarşılaşmağa can atmaq və hər bir şəhvani arzudan üstün tutaraq daim Allaha yönəlmək qabiliyyətini itirməsidir. Əslində, insan qəlbi Allahı zikr etmək, onu sevmək kimi ali hisslər üçün yaradılmışdır. Əgər qəlb dünya həvəslərinə aludə olduğu üçün Allahı tanıyıb sevməkdən uzaq qalıbsa, demək xəstələnmişdir. İbn Qayyim yazır ki, Allahın zikri qəlbin qidası və gücüdür. Allahı sevmək və ona qovuşmağı arzulamaq isə qəlbin həyatı, neməti, ləzzəti və sevincidir. Qəlbin Allahdan qeyrisinə yönəlməsi və fani şeylərə bağlanması isə onun xəstəliyidir. Yenidən Allaha dönməsi isə şəfasıdır. Bu hikmətli sözlərdən anlayırıq ki, qəlbi şəhvət batıqlığından çıxarmağın yolu onu yenidən Allah sevgisi ilə diriltməkdir. İnsan nəfsani həvəs və alışqanlıqları qəlbindən çıxarıb atdıqca, yerini Allahın eşqi doldurar. Nəticədə, qəlb ilahi nurla canlanar, hüzur tapar və ən əsası uca yaradana yaxınlaşıb onun məhəbbətinə nail olar. Nəticə, İyəsətul Ləhfan əsəri göstərir ki, nəfsin şəhvətlərinə qapılmaq qəlbi zəncirləyib zülmətə qərq edir, şeytanın toruna salır. Bu tələdən qurtulmağın yeganə yolu, qəlbi dünya həvəslərindən təmizləyib Allahı hər şeydən üstün sevmək, onu daima xatırlamaq və yalnız ona yönəlməkdir. İbn Qayyimin fikrincə, ancaq bu sayədə xəstə qəlb şəfa tapar, mənəvi dirilik qazanar və insan Allah Teala'nın rizasına, yaxınlığına nail olar. Ümumi qənaət, göründüyü kimi, İbn Əl-Qayyimin müxtəlif əsərlərində eyni əsas fikir vurğulanır. İnsan Allahın məhəbbətini və itaətini bütün nəfsani istəklərindən üstün tutmalıdır. Nəfsinə qarşı bu mücadilə qəlbin pasını silərək onu saflaşdırır və nəticədə bəndə ilə Rəbb arasında yaxınlığa yol açır. Nəfsin istəklərinə qalib gəlmək, istər günahlardan çəkinib tövbə etməklə, istər çox zikr edib qəlbi dünya sevgisindən uzaqlaşdırmaqla qəlbin tərbiyəsi və təmizlənməsinin şərtidir. İbn Qayyimin irsi bizə öyrədir ki, həqiqi qəlb rahatlığı və səadət ancaq şəhvətlərini aşaraq qəlbini Allahla dolduran insana qismət olur. Bu mərtəbəyə çatan qəlb artıq yalnız Allahı sevər, onunla ünsiyyətdən həzz alar və dünyəvi istəklərin əsiri olmaz.